Nisbət nəyə deyilir? Nisbət bir kəmiyyətin qiymətinin o biri kəmiyyətin qiymətinə bölünməsindən alınan qismətə deyilir. Necə yazılır? Nisbəti biz A bölü B şəklində və yaxud kəsr xəttini istifadə etməklə sürətdə A bölünsün məxrəcdəki qiyməti, yəni B şəklində yaza bilərik. Burada A nisbətin əvvəlki həddi, burada da qeyd olunmuşdur və B isə nisbətin sonraki həddi adlanır. Nisbətdəki kəmiyyətlər eyni ölçü vahidində olmalıdır. Yəni, metrdirsə, metrin metrə nisbəti, kilometrdirsə, kilometrin kilometrə nisbəti, dəqiqədirsə, dəqiqənin dəqiqəyə nisbəti və s. Yəni, dəqiqə ilə saniyəni, kilometr ilə metrin nisbətini biz götürsək, biz səhvə yol vermiş olacağıq. Deməli, tənasüb nəyə deyilir? Tənasüb iki nisbətin bərabərliyinə deyilir. Yəni, əgər bizə verilsə ki, A bölünsün B nisbəti və C bölünsün D nisbəti verilib bizə. Bu nisbətlərin bərabərliyi bizə tənasübü verəcəkdir. Bunu kəsr şəklində yazsaq, yenə A sürətdə B məxrəcdə bərabərdir, C sürətdə D məxrəcdə. Baxın, bu bərabərliklərə biz tənasüb deyirik. Bu tənasübdə B ilə C orta hədlər, A ilə B isə kənar hədlər adlanır. Kəsr şəkli olan hissədə də yenə A ilə D kənar hədlərdir, B ilə C isə orta hədlərdir. Gəlin tənasübün xassələrini qeyd edək. Bunun üçün bir tənasüb yazaq, yəni 2 dənə nisbətin bərabərliyini yazaq. C bölünsün D-yə. Burada deməli B ilə C nə idi? Orta hədlər. A ilə D nə idi? Kənar hədlər. Tənasübün ən əsas xassəsi budur ki, tənasübdə kənar hədlərin hasili, yəni A ilə D-nin hasili bizə orta hədlərin hasilini verəcəkdir. A-nın D-nin hasili B-nin C-yə hasilinə bərabər olur. Kəsirdə də belədir. Məsələn, A bölünsün B ilə yazdığımız nisbətlər olduğu kimi yazaq. Kənar hədlər hansıdır? A ilə D idi. A-nın D-yə hasili, orta hədlər B-nin C-yə hasili. Tənasübün digər bir xassəsi olaraq da deyə bilərik ki, deməli, tənasübdə kənar hədlərin, yəni baxın, kənar hədlər hansı idi? A ilə D. Kənar hədlərin yerini dəyişdikdə doğru tənasüb alınır. Yəni, heç bir yanlışa yol vermərik. Yəni, D-nin B-yə nisbəti bərabərdir. C-nin A-ya nisbəti yazsaq, biz tamamilə doğru fikir səsləndirmiş olarıq. Və yaxud da tənasübdə orta hədlərin, bu da digər bir xassədir. Tənasübdə orta hədlərin yerini dəyişdiksə, yenə də doğru tənasübü alacağıq. Yəni, lap elə D ilə A-nı olduğu kimi saxlayaq, B ilə C-nin yerini dəyişək. Yəni, hər iki halda bizim tənasübümüz doğru olacaqdır. Deməli, B ilə C-nin yerini dəyişdik. Bu şəkildə də yaza bilərik. Və yaxud da elə ilkin ifadədə olduğu kimi A-nın C-yə, A yəni əvvəldə olsun və B-nin də D-yə. Bunların hamısı doğru fikirlərdir. Baxır bizə verilən test tapşırığına, suala bizdə hansı bizim üçün daha uyğundursa, səmərəlidirsə, biz o düsturdan istifadə edəcəyik. Önəmli xassələrdən birini də qeyd edə bilərik ki, əgər bizə yenə bir A-nın B-yə, C-nin D-yə nisbətində tənasüb verilib, biz buradan belə bir ifadə yazsaq, yanılmarıq və həmin tənasüb də doğrudur. Yəni, bu da vacib xassələrdən biridir. Əgər bizə, deməli, bərabər bir neçə nisbətdə, yəni tənasüblər verilsə, A1-in B1-ə nisbəti, A2-nin B2-yə nisbəti bərabərdir A-nin B-nə nisbətinə. Onda biz belə bir kəsr yaza bilərik ki, həmin bu sürətdəki ədədlərin cəminin məxrəcdəki ədədlərin cəmini, yəni əmələ gətirən bir nisbətə bərabərlik yaza bilərik.
Gəlin bu xassəni yoxlayaq, bizə daha aydın olsun. Baxın, belə bir nümunə yazdım həmin xassəyə uyğun. 3-də 2 bərabər nəyə? 6-4-ə. O da bərabər nəyə? 24-də 16-ya. Bu şəkildə belə bərabərlik yazsaq, həqiqətən görə toplasaq bizə bu ədədlərə bərabər edəcəkmi? Baxırıq. 3-ün üstə 6, üstə 24. Sürətdə nə yazırıq? 2 üstə gəl 4, üstə gəl 16. Bərabər neçə edəcək? Sürətdə edəcək 22, məxrəcdə neçə edəcək? 33. İxtisar gəlsə nə olacaq? 3-də 2. Elə 3-də 2 görürük ki, bizim elə ilkin verilən A1-in B1-ə verilən həddimizdir. Bu bilər də elə bir-birinə bərabər olduğunu onsuz da özümüz qeyd etmişdik. Budur. Düsturumuz həqiqətən doğrudur. Tənasüblə bağlı belə bir deməli xassəmiz də var. Əgər bizə iki nisbətin bərabərliyi, yəni tənasüb şəkildə qeyd edilibsə, biz həmin ədədlərin deməli birinci baxın A ilə B-yi nəyə vurduq? M-ə vurub, sonra S ilə D-ni N-ə vurub. Bax, bunu bu şəkildə bir ifadə yazarıq ki, bu ifadənin doğruluğunu istəsəz yoxlaya bilərik. Gəlin yoxlayaq. Yerinə qoyaq. Məsələn, B-də A-nın yerinə 4-də 3 qoya bilərik. Bərabər olsun 16-da 12-yə. Baxaq görək burada. Elə M-nə heç bir ədəd vermədən yoxlasaq görək. Həqiqətən bizə gəlib bu ifadəni yenidən verəcəkmi? Baxırıq ki, AM 3, elə M olduğu kimi saxlayıram da. Test tapşırığından asılı olaraq dəyişir. Sadəcə olaraq düsturun həmin ifadəyə necə bərabər olduğunu görmək üçün mən bunları yazıram. 3M üstə gələk. Necə? C-miz neçə idi? 12. 12M. Burada da 4M üstə gəlinə 16M. Biz bunu sadələşdirsək, 3-ü mötərizə xaricdən çıxarsaq, M üstə gəl 4-in surətdə qalacaq. Məxrəcdə də M üstə gəl 4-in. Görürsünüz, bunlar da gedəndə bərabər olacaq 4-də 3-ə. Elə ilkin ifadəmizə bərabər olur. Gəlin düz və tərs mütənasiblik anlayışları haqqında da danışaq. Düz və tərs mütənasib dedikdə nə başa düşürük? Yəni düz mütənasib cəmiyyətlər deyə anlayışımız var. Bir də tərs mütənasib cəmiyyətlər. Düz mütənasib cəmiyyətlər odur ki, 2 dənə tutalım bizə, deməli, iki aslı cəmiyyətdən biri, yəni bir neçə dəfə artdıqda və azaldıqda, digər cəmiyyətdə ona münasib olaraq artırsa, yəni artdıqda artırsa, azaldıqda azalırsa, bunlar necə cəmiyyətlərdir? Düz cəmiyyətlərdir. Düz mütənasib cəmiyyətlərdir. Məsələn, nəsə bir əşya alıram. Əşyanın bir dənəsinin qiyməti 2 manatdır. Mən bunların sayını artırıram, qərarımı dəyişirəm, alıram 5 dənə. Avtomatik necə olacaq? Qiymətin, mənim verəcəyim məbləğ 10 manat olacaq. Yəni, ümumi dəyərimiz 10 manat olacaq. Görürsünüz, say artdıqca qiymət də artdı. Deməli, bunlar düz mütənasibdir. Verilmiş ədədin kəmiyyəti ilə, sayı ilə, əşyanın sayı ilə onların ümumi dəyərinin dəyəri düz mütənasib kəmiyyətlərdir. Bəs tərs mütənasib nədir? Əgər deməli, iki aslı kəmiyyətdən biri bir neçə dəfə artdıqda digəri azalırsa və ya biri azaldıqda ona aslı olan kəmiyyət artırsa, deməli, onlar necə kəmiyyətlərdir? Tərs mütənasib kəmiyyətlərdir. Bunlar nümunə olaraq, məsələn, işləyən insanları görsədək, tutalım ki, bir adam bir işi məsələn 5 saata görür. 5 saata görür. 5 adam işi neçə saata görər? 5 adam eyni qüvvədə adam məsələn neçə saata görər deyirsə, artıq 5 adam artıbsa bizim saatımız azalacaq. Yəni adamın sayı artdıqca bizim saatımız azalacaq. Təbii ki, buradan biz taparıq ki, həmin işi 1 saata görər. Baxırıq ki, adam sayı artdıqca, deməli, iş saatı azalır və yaxud adam sayı azaldıqca iş saatı çoxalır. Bunlar artıq tərs mütənasibdir. Sürətlə buna nümunə olaraq sürətlə yolu göstərə bilərik.
Tərs mütənasib kəmiyyətdir. Sürəti, maşının sürəti nə qədər artırsam, yolum, zamanım, yola sərf etdiyim, daha doğrusu yol dedikdə, yola sərf etdiyim zamanım o qədər az olacaq. Biri var 30 km/saatla yol gedəsən. Məsələn, onda 1 saat 30 km gedirəm. Tutalım 260 km yolu 2 saata gedəcəm. Biri də var 60 km/saatla sürətlə gedirəm. Onda həmin yol neçə saata gedəcəm? Əlbəttə ki, 1 saata gedəcəm. Deməli, baxırıq. Sürət əslində 30-dan 60-a qalxıb, amma zaman 2-dən 1-ə düşdü. Sürət artdı, zaman azaldı. Bu da tərs mütənasib kəmiyyətlərdir. Bizim qarşımıza çıxacaq növbəti sual nümunələrindən biri düz mütənasib hissələrə bölmə və yaxud da tərs mütənasib hissələrə bölmə ilə bağlı suallardır. Gəlin onlara aid test nümunəsi işləyək, sual işləyək. Deməli, düz mütənasib hissələrə bölmə nədir? Verilmiş hər hansı bir ədədi düz mütənasib hissələrə bölürüksə, müəyyən bir nisbət verir bizə. Gəlin nümunə olaraq, məsələn, bizə verilsin 200 ədədi. Deməli, 200 ədədini deyir ki, 3, təxmini qeyd edirəm, ola bilər ki, kəsr alınsın. 3, 5, 3-ün 5-ə və 5-in neçə olsun? Olsun 12-yə. Nisbətində hissələrə bölünmüşdür. Deyir ki, həmin bu mütənasib hissələri tapın. Yaxud da verir ki, 200 ədədini 3, 5, 12 nisbətində mütənasib hissələrə bölün. Baxır, indi sual nümunəsindən asılı olaraq bizim deməli başlıq dəyişə bilər. Amma gedişat eynidir. Düz mütənasibdirsə, düz mütənasiblikdən söhbət gedirsə, necə eləyirik? Hər bir ədədin yanına ya k, ya x fərq etməz. Yazırıq 3x, axı 3, 5, 12 nisbətində bölünür. Yəni, birinci hissəmiz 3x-dır, ikinci hissəmiz 5x-dır və üçüncü hissəmiz 12x-dır. Dörd toplamadır. Bunların cəmi bizə 200 verəcək. 3x, 5x, 8x, 12x gəldi 20x edir. Bu da bərabərdir 200-ə. X-im də bərabər olacaq 10-a. Mən x-i tapdım. Hələ hissələri tapmamışam. Daha sonra 3-ü vuracam 10-a 30, 5-i vuracam 10-a 50, 12-ni vuracam 10-a 120. Toplasaq da görərik ki, həqiqətən 3-ü bir yerdə 200 edir. Buna nümunə olaraq məsələn deyə bilər ki, uzun bir yoldur. Həmin yolu biz dayana getmişik. Dayandığım yollarda məsələn 3-ün 5-in 12-yə nisbətində idi. Ölçüləri ilk birinci dəfə nə vaxt nə qədər getmişəm və s. bu şəkildə də deyə bilər testdə və yaxud da belə verər elə misalın özünü deyər ki, ən kiçiyini tapın, baxır, ən kiçiyi 30-dur, ən böyük hissəni tapın 120-dir və yaxud da orta ölçülü hissəni tapın da 50-dir. Bu tipdə, yəni əsas biləcəyimiz iş odur ki, düz mütənasib hissələr deyirsə, hissələri, nisbətləri yanına, deməli, k, x fərq etməz, hissələrin qeyd edir, toplayır və verilmiş ədədə bərabər edirik. Alınan, deməli, tənliyi həll etdikdə biz həmin o hissələri tapa bilərik. Gəlin, indi tərs mütənasib hissələrə bölünmədən danışaq. Tərs mütənasib hissələrə bölmə deyirsə, verilmiş ədədi bölürüksə, kəmiyyətdir, ədəddir, fərq etməz. Biz burada əgər tərs mütənasiblik söhbəti varsa, biz həmin verilmiş hissələrin, nisbətdəki hissələr var, hissələri həmin ədədlərin tərsi şəklində qeyd edəcək. Qayda eyni qaydadır, sadəcə olaraq tərs mütənasibdə tərsinə çevirib tapacaq. Necə? Nümunə görsədək. Məsələn, deyək ki, 180 ədədini 2 bölünsün 3 bölünsün. İndi təxmini deyirəm, ola bilər ki, sonra kəsir hissə alınsın. 2 bölünsün 3 bölünsün 4 nisbətində hissələr, tərs mütənasib hissələrə bölünüb. Həmin bu hissələri tapın. Nə edirik? Götürürük. Bayaq 2k yazası idiksə, indi yazırıq 2-də 1k.
3də 1k tərs mütənasibdir axı. 4də 1k. Və onları toplayırıq. Bərabər edirik. Nəyə? Verilmiş ədədə 180-ə. Bunları da gəlin hesablayaq. 2-yə, 3-ə, 4-ə ortaq məxrəc 12-dir. 6k, 4k, 3k. Bərabər olacaq 180-ə. Bunu toplasaq 13k bərabərdir 12 vurulsun 180. İndi k-mız burada tam ədəd olmadı. Mən təxmini qeyd etdim. K da bərabərdir 180 vurulsun 12 bölünsün 13. Və buradan indi hesablamıram. K-dan tapdığımız ədədi gətirib yerinə yazacağıq. Amma 2də 1k ifadəsində, 3də 1k ifadəsində və 4də 1k ifadəsində tapdığım k-nı bunlara bu nisbətdə olduğu üçün, bölündüyü üçün həmin hissədə qoyacaq. Yəni bizi o çaşdırmasın 2-3 nisbəti burada yazılıb gətirək burada qoyaq. Xeyr, bizə tərs mütənasib deyibsə, sonuna qədər tərs mütənasib şəkildə getməliyik. Yəni 2də 1-ə, 3də 1-ə, 4də 1-ə vursaq 180-in bu nisbətlərdə tərs mütənasib hissələrini tapmış olarıq.